Bugün Nizami Kino Mərkəzində World Kariyer və Peşə Mərkəzinin təşkilatçılığı ilə Yeni Sən adlı forum keçirildi. Tədbirdə işində uğur qazanan, nailiyyətləri olan sahibkar qadınlar və müxtəlif peşə sahibləri olan xanımlar öz fərdi inkişafları ilə bağlı fikirlərini, mülahizələrini tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Forumun sonunda iştirakçılar fayədə nümayiş olunan İş xanımı və gənc rəssam Səma Qaracayevanın rəsmlərindən ibarət İris çiçəyinin sehri kompozisiyası ilə tanış oldular. Mən Səma Qaracayeva, 27 yaşım var, maliyyəçiyəm, İqtisad Universitetində təhsil almışam. Rəsm isə mənim hobbimdir. 5-6 yaşım olardı ki, mən özümdə fərqinə vardım ki, bu məndə çox yaxşı alındı. Və 14-15 yaşıma qədər mən bunu çəkmişəm. Daha sonrasında artıq təhsilimlə bağlı mən rəsmdən uzaqlaşmalı oldum və bu arada qeyd edim ki, mənim rəsm təhsilim olmayıb uşaqlıqdan. Bu məndə sadəcə olaraq bir həvəs, maraq olub. Təhsilimlə bağlı isə uzun illər mən məşğul ola bilmədim hobbimlə. Bu il artıq qərar verdim ki, məni yansıdan, məni tamamlayacaq bir şeylə məşğul olmalıyım və bu rəsm idi. Özümü tapdığım. Uşaqlıqda qara qələmlə daha çox çəkirdim və sulu boya ilə. Artıq indi fərqinə vardım ki, qara qələmdən daha çox məni yansıdan rənglərdir. Rənglərdə mən ruhumu əks etdirə bilirəm. Necə bir xoş aura ötürməyi, sevgi dolu, insana xoş hisslər ötürə biləcək və mənim janrım favorizmdir. Rənglərin daha çox önə çıxmağı. Belə deyək də, məsəl üçün bu əsərimi sizə təqdim edim. Burada iris çiçəyinin gözəlliyi əks olunur. Qarışıq texnikadır. Burada artıq ağın, mavinin, çəhrayının, bənövşəyinin rənglərini əks etdirmişəm. Onların daha belə cəlb edici görsənmək üçün bir neçə texnikadan istifadə etmişik. Bu pastadır, akril boyadır, yağlı boyadır. Hətta qaşlarla, belə daşlarla biz ora daha cəlbedicilik vurğulamışıq. Zərlər də həmçinin. Mənim hal-hazırda məşğul olduğum yer Akt School'dur. Fəvvarələr meydanında yerləşir. Müəlliməm isə xanım müəllimədir. Adı da özü kimi xanımdır. İnsan həyatda bir dəfə gəlirsə, ruhunu qidalandıracaq bir şeylərlə məşğul olmalıdır. Və mənim də fikrim odur ki, mən gələcəkdə öz emalat xanımı açıb əsərlərimlə tanınmaq. İnşallah sənə bütün işlərdə uğurlar arzulayıram. Allah var eləsin. Sağ ol. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Mən Nərmin Mustafayeva, World Kariyer və Peşə Mərkəzinin həm təsisçisiyəm, eləcə də bugün bura toplaşdığımız Yeni Sən layihəsinin təşkilatçısıyam. Adından da bəlli olduğu kimi Yeni Sən layihəsi, bilirik ki, hal-hazırki müasir dönəmdə yenilənmək bizim çağımızın, bizim dönəmimizin dəyişilməz bir qanunudur. Xüsusilə cəmiyyətdə xüsusi bir yer tutan, övladların inkişafında, eləcə də cəmiyyətin formalaşmasında böyük bir rol oynayan xanımların özünü yenilənməsi, inkişaf etməsi bizim çox önəmlidir. Bütün bunları nəzərə alaraq biz bu Yeni Sən layihəsini keçirtməyə
təşkil etməyə qərar aldıq. Layihənin əsas məqsədi bundan ibarətdir ki, müasir dövrdə bir xanım obrazı necə olmalıdır? Təhsilli, savadlı, gələcək yönümlü, övlad yetişdirmək istəyən, əgər övlad sahibi olmaq istəyən bir xanımdırsa, övladını necə yetişdirməlidir? Karyerasını qurmaq istəyən bir xanımdırsa, karyerası istiqamətində hansı addımlar atmalıdır? Burada biz şərait yaratmışıq ki, gənc rəssamımız var, Səma xanım, həvəskar rəssamdır, əl işlərində siz görürsünüzsə, necə incə işlənib, necə zövqlə işlənib. Səma xanıma gənc rəssam olduğuna görə biz ona dəstək vermək məqsədli hal-hazırda foyedə onun butik sərgisi keçirilir. Mən bugün tədbirin təşkilatçılığında bu tədbirin ərsəyə gəlməsində və qadınlara çağırış eləmək, daha böyük arenadan, daha böyük səhiyyədən, böyük auditoriyadan çağırış eləmək üçün bu tədbirin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm.